əvvəl axır, əgər İran təhdid olmaqdan çıxmasa, İran digərləri ilə, xüsusən Azərbaycanla, Türkiyə ilə, Pakistanla, Orta Asiya respublikaları ilə qarşı durmadan, özünü təcriddən və onları itələmədən, onların qarşı ərazi iddialarından tutmuş ideoloji ambisiyalara qədər ekspansiya məsələsindən xətt əl çəkməsə, bunun da yolu odur ki, İran da olsun, Türk Dövlətləri şərti deyək də, adını elərik. Türk Dövlətləri Təşkilatının üzvlərindən biri olmaz. İran coğrafiyası. Molla deməli, rejim transformasiyası labiddir. İndi o necə gedəcək? İran cəmiyyətinin, İran vətəndaşının öz daxili işidir. Mən qıraqdan gəlib rejim dəyişilməsini əvvəla mümkün sayıram. Zərəri xeyrindən çox olur. O transformasiyası, o mütləq getməlidir. Bu baş verən proseslərdən orada bir nəticə çıxardacaq da. Əgər Trump, necə deyərlər, işləri yenidən körləməsə Trump və onun tərəfdarları və yeni geopolitik qütb ki deyirəm mən, yeni güc mərkəzi kimi, İran da onun tərkib hissəsi olaraq indiki konsepsiyalı, indiki geopolitik vizyonlu, ambisiyalı İran ola bilməz onun üzvü. Razıyam səninlə. Üzvü şəkildə onun üzvü ola bilməsə, onda İran çox böyük, necə deyərlər, problemlərlə və real problemlərlə qarşılaşacaq. Yox, paramparacaq olacaqmı, ya başqa hansı şəkildə olacaq? İcazə verin, biraz mən də danışım, şey olmasın, tamaşaçılarımızı həm də yormayaq, tək uzun çıxışlarla. Birincisi, sizin dediyiniz məsələnin üzərinə qayıdıram. Türk Dövlətləri Təşkilatı və bütövlükdə Türk coğrafiyası ilə əslində Trump o cəhdi etdi. Yəni bu yanvarın 20-sində ötən il hakimiyyətə yəni vəzifəsinə başlayan kimi 25-ci ildə Trump'ın elə o yöndə atdığı addımları unutmamışıq ki. Çox üzr istəyirəm, yəni bağışla mən sənə. Yox, Trump, sən bu Trump müdafiəçiliyi nədir mən? Yox, müdafiəçiliyi deyil. Qıza pəhləvini gətirdi İranda. Yox, orada, ona da toxunacam. Netanyahu'nun müraciətləri vardı. Birinci yazıda Pers, biz Perslərdən 3 minlik, sanki buradakı 40 milyonluq Azərbaycan Türkü falan yox. Nə vaxt onu elədik? Onu da izah edəcəm. Onlar hər şeydə haqlı. Trump Orta Asiya dövlətlərinin rəhbərlərini dəvət elədi Vaşinqtona, 500-də gəl bir formatında görüşdülər, danışdılar və s. Onları dedi, hara girin? Deyəcəm. De də İbrahim sazişinə. Bilirəm. Bayaq mən deyərəm, səhv oydu. Bu bir. İkincisi, Azərbaycan dövləti, yəni Prezident İlham Əliyevin şəxsində Trump'ın Sülh Şurasında təmsil olunur. O cümlədən də Orta Asiyadan Qazaxıstandır, Özbəkistandır, bunlar da təmsil olunurlar. Yəni Türk Dövlətləri Təşkilatının əslinə qalanda... Təəssüf ki, o Sülh Şurası bitdi. Bilmək olmaz. Tələsməyin, biraz səbirli olun. Elə onun batırdığı şeylərdən biri də Sülh Şurası. Türk Dövlətləri Təşkilatının 5 üzvü faktiki olaraq Trump'ın Sülh Şurasındadır. Yəni Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Macaristan müşahidəçi üzvü olaraq. Bunlar buradadır. Yəni Trump əslində bizi, yəni bizim Türk dövlətlərini qəbul etdi, dəvət etdi ki, gəlin sizin üzərinizdən, sizinlə birlikdə nələrsə edək. Bizim dövlətləri isə ağıllı davrandılar. Təbiidir ki, İrana qarşı təcavüzkarlıqda nə Azərbaycan, nə də digər Türk dövlətləri rol ala bilməzlər. Üzr istəyirəm, niyə elə almalıyıq ki? Mənim marağım burada təmin olunmur. Sənin hansısa bir stratejin var ki, nefti tutarsan, İbrahim sazişdə edirsən, İsrail planı quracaq. Biz axmaqzadır. Səbirli olun, Pənah bəy. Yəni biz axmaq yerinə qoymalım, bax cəzasını çəksin. Yox, baxın da, biz bunu qəbul etmədik. İbrahim sazişlərini də qəbul etmədik. Digər o tərəfdən də, yəni İran planında da iştiraki qəbul etmədik. Etmərik də, düz də etdik. Niyə? Çünki biz o odun alovun içinə özümüzü niyə atmalıyıq ki? Atmamalıyıq. Bizim bəli strateji maraqlarımız, hədəflərimiz var İranda. Onları biz öz bildiyimiz kimi gerçəkləşdirməyin tərəfdarıyıq. Ki orada böyük belə hadisələr, ekseslər olmasın, insanlar odun alovun içinə atılmasın. Çünki Azərbaycan Respublikası balaca bir dövlətdir. İranda soydaşlarımız yaşamasından asılı olmayaraq, o böyük bir dövlətdir İran. Biz onunla hərb meydanında niyə qarşı-qarşıya Kim deyir ki, bu olmayan şeyi qoyub onun nəyin təlli edir? Yox, bu bir. Yəni biz buna getmədik. Amma onu hamı deyir, bizdən bir ifratdan o birisinə bir ara hamı belə qızışmışdı ki, bu müharibənin əvvəlindəki belə elə bizə hücum eləyərsə, yəni təcavüz eləyərsə, soydaşlarımız üçün orada soyqırım təhlükəsi yaranarsa, bizim varlığımızı təhdid eləyən orada psevdo, kvazi dövlətlər yaranarsa, misal üçün Azərbaycan Naxçıvandan tutmuş bizim bütün ərazilərimizi öz sərhədinə aid eləyən
qondarma dövlətlər yaradılarsa, bizim istər geopolitik, istər iqtisadi, istər digər başqa maraqlarımız üçün həyatı təhlükə edən proses gedirsə, biz müdaxilə eləməliyik. Və eləyəcəyik. Məcburiyyətdən. Əlbəttə. Biz onun kənar durası deyilik. Amma Amma bu özünü müdafiə məsələsidir, bu təcavüz deyil ki. ağıllı adam o adamdır ki, bu cür situasiyanın yaranmasına şərait yaratmır. Biz o ehtiyatlılığımızı əldən qoymuruq.